Понимать, освоить. Hər iki söz çox yaxın mənalı sözlərdir. Amma aralarında bir balaca fərq var. Demək, misal, я понимаю дела мастера. Mən ustanın işlərini başa düşürəm. Amma bu, o işləri bacarmaq mənasına gəlmir. Sadəcə başa düşmək mənasına gəlir. Biz desək ki, я освоил дела мастера, bu o mənaya gələcək ki, mən artıq qavradım və bu işi görə bilərəm. Я освоил мастерство, mən ustalığı artıq öyrəndim, qavradım, mənimsədim. Yəni nə mənada mənimsədim? Yəni bu şeyi artıq edə bilərəm dərəcəsində öyrənmişəm. Bu o mənaya gəlir. Aralarındakı fərq budur. Bir dənə də misal. Я понимаю грамматику русского языка. Mən rus dilinin qrammatikasını başa düşürəm. Bir də var deyək ki, я освоил русский язык. Mən artıq rus dilini öyrəndim. Yəni danışa bilərəm. Tərtəmiz danışa bilirəm. Belə.